Hər vaxtınız xeyirli olsun əziz dostlar. Yenə də Emeriti İnşaatdan sizi salamlayıram. Canlı yenə də evlərinizin qonağıyıq və bu bölməmizdə olan məhsullar haqqında sizə məlumat verəcəm. Biz müəyyən pillələri qalxmaq üçün, yəni tutacaqlardan istifadə edirik. Bunlar isə dövrümüzdə məhəccərlər adlandırılır. Məhəccərlər keçmişdə müəyyən taxta parçalarının bir-birinə vurulması ilə hazırlanırdı, qurulurdusa, ancaq müasir elm texnologiya inkişaf etdikcə bir-birindən maraqlı, bir-birindən rəngarəng və gözəl məhəccərlər artıq qurmaq mümkündür. Bu məhəccərlərimizin 3 rəngi var. Bu gördüyünüz kimi qızılı rəngidir. Onun belə deyək, metal rəngində olanı da var və qara rəngdə olanı da var. Burada aksesuarlar da var. Ancaq mən sizə ən əsası burada olan kataloqumuz haqqında məlumat vermək istəyirəm ki, üzərində də qiymətləri var. Rahat şəkildə siz bu qiymət seçməklə bu məhəccərlərdən sifariş verə bilərsiniz. Onu da qeyd edeyim ki, bunların çatdırılması da bizdə var, quraşdırılması da bizdə var, gətirilməsi də bizdə var. Hansı ölçüdə, hansı rəngdə, hansı modeldə istəyirsinizsə, rahat şəkildə burada olan ustalar sizə böyük yardım edəcəklər və mənziliniz daha gözəl görkəmə gələcək. Onu da qeyd etmək istəyirəm ki, tək məhəccərlərlə yekunlaşmırıq, bitmirik. Bax, burada məhəccər sistemlərimiz var. Bu gördüyünüz bütün məhəccərlər Emeriti İnşaatda var. Siz gəlirsiniz, kataloqdan seçirsiniz, sifariş edirsiniz və tez bir zamanda gətirilir, sizin mənzilinizə quraşdıraraq təhvil verilir və söhbət ölçüdən gedir. Yəni 5 metrlik də məhəccər ola bilər, 10 metrlik də ola bilər, 1 metrlik də ola bilər. Bunun fərqi yoxdur. Ölçülərə uyğun ustalar tərəfindən seçilir artıq və daha sonra gətirib quraşdırılır. Burada digər bizim nələrimiz var? Paslanmaq dayaq dirəkləri də var. Bunlar da bizdə mövcuddur ki, yenə də pilləkənlərin kənarlarına bu dayaq verməklə bir yerdən digər yerə qalxırıq və eyni zamanda villaların kənarlarına, yəni harada mənzilinizdə pilləkənlər varsa, onun kənarına rahat şəkildə məhəccərlər qurlaşdırmaq mövcuddur və bununla bitmir, əziz dostlar. Cam balkon. Bugün də müasir günümüzdə cam balkonlar daha geniş vüsət alıbdır. Bağınızda, villanızın kənarında və müəyyən həyətlərin sahədə hər tərəfi kənardan rahat şəkildə görünə bilən bu cam balkonlardan istifadə etmək olur. Eyni zamanda Göten sistemlərimiz də var. Əziz dostlar, bunlar da Emeriti İnşaatda var. Bunu da sifariş verməklə mənzilinizə quraşdıra bilərsiniz. Eyni zamanda perqalar və tent sistemlər. Bunlar da müəyyən günlərdən qorumaq üçün gördüyünüz kimi kafelerin, restoranların müəyyən yaşa obyektlərinin qarşılarına quraşdırılır ki, həmin məkana günəş şüasının düşməsinin qarşısını alır. Təbii ki, duş kabinələr və şüşə aksesuarlarımız da bizim var, ara kəsmələr də var. Biz bu haqda danışmışdıq, çəkmişdik. Tam olaraq Türkiyə istehsalıdır və istədiyiniz ölçüdə, istədiyiniz mənzilə qurlaşdırılmaq, gətirmək, sifariş etmək tam olaraq mümkündür və şüşə örtülərimiz də var burada. Onlar da Emeriti İnşaatdadır ki, siz də mənzillərinizin, evinizin qarşısında bax belə şüşə örtüklər qurlaşdıra bilərsiniz. Onların kiçik ölçüləri də var, böyük ölçüləri də var və müxtəlif rəngləri, müxtəlif dizaynları, müxtəlif qalınlığı, nazikliyi. Yəni bu sizin seçiminizdən aslında təkcə bu kataloqla bitmirik. Kataloqlarımız çoxdur. Sadəcə mən biri haqqında məlumat vermək istədim ki, ən azından tamaşaçılarımız, dostlarımız bu barədə məlumat əldə etsinlər. Ustalar müəyyən iş görəndə mütləq şəkildə qoruyuculardan istifadə etməlidirlər ki, onların gözlərinə, üz nahiyələrinə, ələxüsus bəbəklərinə böyük bir problemlər yaşanmasın və belə qoruyucu maskalarımız var burada. Əziz dostlar, qiyməti bunun 7 manatdır. Bu daha böyük ölçüdür. Lagundan istifadə edəndə istifadə etmək olar. Dəmir kəsəndə də, taxta kəsəndə də mütləq təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət olunmalıdır. Və eyni zamanda bax belə maskalarımız da var. Qiyməti 7 manatdır. Svarkadan istifadə etdiyiniz zaman bu maskalardan istifadə edə bilərsiniz və yenə də burada svarka maskalarımız var. Qiyməti 32 manatdır və xüsusi içərisində də bax belə texnologiyası var ki, tam olaraq böyütmək, kiçiltmək, vurduğunuz yeri və gözünüzü həm svarkanın düşməsindən qoruyacaq, həm də böyük problemlərin qarşısını alacaq. Çox maraqlıdır. Belə bir naxışlı, bəzəkli svarka kaskamız da var. Bunun da qiyməti 21 manatdır. Bu da çox maraqlıdır. Onda içərisində xüsusi qurğular var və başı əzməməkdən ötürü və sıxlaşdırmaqdan ötürü belə bir bağlama da var və təbii ki, gündəlik olaraq iş gördüyümüz zaman isə bu ölçüdə maskalardan istifadə etmək mümkündür.
Bunun da qiymət üzərində var. 7 manatdır. Burada isə məngənələr var. Əziz ustalar arasına nə isə qoyub rahat şəkildə sıxmaq üçün bu məngənələrdən də alıb istifadə edə bilərsiniz. Qiyməti var 130 manat bunun qiymətidir. 78 manat bunlardır. Get-gedə balacalaşır və qiymət də aşağı düşür. 46 manat, 46 manat. Burada isə daha böyük məngənəmiz var. Və gəlir ustalara ən lazımlı, ən vacib olan onların alətlərini rahat şəkildə daşımaq üçün bax belə bizim usta çantamız da var. Bunlar da rahat şəkildə açılmaqla içərisində gözləri var ki, siz də xırdadan böyüyə istədiyiniz alətinizi rahat şəkildə bunun içərisində yığa bilərsiniz və daha sonra isə örtdünüz, bağlandı. Digəri də var. Onlar haqqında da məlumat verək ki, yəni usta çantaları bir deyil. Çoxdur burada usta çantalarımız, belə ağzı bağlanan da var, qiyməti də üzərində yazılıbdır, qeyd olunubdur, 68 manatdır ağzı bağlama ilə də. Bunun da eyni zamanda gözləri mövcuddur. Bu da belə bir usta çantamızdır. Sonra pul da yığmaq olar, əziz ustalar bunun içərisinə, narahat olmayın, pul da yığa bilərsiniz və çamadan üzərində belə usta çantamız da var. Ağzı da bunun qıfılla bağlanır. Yenə də qıfıl vurmaqla ümumiyyətlə sizdən başqa sizin usta çantanıza heç kim daxil ola bilməyəcək. Qiyməti 78 manatdır. Belə kiçik ölçüdə çanta var ki, ondan da istifadə edə bilərsiniz. Bunun da gözləri var. Rahat şəkildə açıb istifadə etmək mümkündür. Üst hissədən bu cür açılmaqdadır və daha sonra üst hissəsini götürürsən, alt hissəsində isə yenə də kiçik ölçülü çantalar var. Bax, belə açılır. Biz bilirik ki, mən sizə bu arada məlumat vermişdim. Müəyyən drenlərdə laqundaların başlığını dəyişməklə istifadə etmək mümkün idi. Müəyyən kiçik işləri görmək üçün və yaxud da ağac budaqlarını kəsmək üçün, odun doğramaq üçün var idi. Ancaq insanlar düşünürdülər ki, ot biçənlərin də başlıqlarına olsaydı daha yaxşı olardı və bunu düşünüb, belə deyək, artıq ot biçənlərin də başlığını dəyişməklə siz bundan istifadə edə bilərsiniz. Bu ağac budamaq üçündür. Qiyməti isə 54 manatdır. Ot biçənin başını çıxartdınız, bunu rahat keçirdiniz. Eyni funksiyanı həyata keçiriləcək və hündür ağaçların budaqları və yaxud da yerdə olan kiçik odun parçalarını rahat şəkildə bununla doğraya biləcəksiniz. Və yaxud da həyətyanı sahənizdə torpağı çevirmək üçün bax bu kotanı da istifadə etmək mümkündür. Qiyməti 80 manatdır. Yenə ot biçənin başını çıxardırsınız, bunu ot biçənin başına əlavə edirsiniz. Rahat şəkildə bağınızda, həyətyanı sahənizdə torpağı çevirməklə əkin-biçin işləri görə bilərsiniz. Bütün bunlar, əziz dostlar, MRT inşaatdadır. Burada isə danqıratlarımız var, yenə də şüşə qaldıranlarımız var, digər ölçülü şüşə qaldıranlarımız var, yenə də burada eynəyimiz var. Yəni MRT inşaatda, dostlar, mən bunu axtarıram, tapa bilmirəm deyə bir şey yoxdur. O səbəbdən yaxınlaşırsınız. Nərdivanlar həm mənzilimizdə istifadə eləyə bilərik, həm belə deyək, digər yerlərdə istifadə eləyə bilərik. Adətən tavana dəyəcək hündür şifanerlər varsa və yaxud da mətbəx mebelimiz varsa, onun üzərindən nə isə götürmək, təmizləmək mənzilimizdə problem yaradır. O səbəbdən ta balacadan böyüyə qədər istədiyimiz ölçüdə nərdivanlar burada var və hətta avtomobilinizdə rahat şəkildə daşıya biləcəyiniz də nərdivan var. 260 manatdır bunun qiyməti. Avtomobilinizdə də rahat şəkildə yerləşdirə bilərsiniz və siz bu nərdivanı qaldıra bilmək imkanınız var və nə az, nə çox. 5 metr bu nərdivanı bir-birlərinin içərisindən çıxartmaqla yuxarı qaldırmaq mümkündür. Olduqca ideal bir nərdivandır. Bax, bu şəkildə bir-birinə dayanır və o belə rahat 5 metrdir, əziz dostlar. Baxın. İndi mən çox qaldırmaq istəmirəm, amma sizə göstərmək istəyirəm. Wow! Bir daha qeyd eləmək istəyirəm ki, Zəfər günü ilə bağlı lotereyamız həyata keçiriləcək. Siz də gəlin MRT inşaatdan alış-veriş edin ki, hər 50 manatlıq alış-verişdə bir kupon əldə etməklə ad, soyad, ünvan, əlaqə nömrəsi yazıb bizim sehirli qutunun içərisinə atırsınız və Zəfər günündə özəl bir kampaniyamız həyata keçiriləcək, lotereyamız oynanılacaq və Niva markalı avtomobil oynanılacaq. Onu da qeyd etmək istəyirəm ki, 365 gün MRT inşaatda lotereyalar həyata keçiriləcək. Yəni, hər kəs hədiyyəli olacaq. Bu səfər Niva markalı avtomobil olacaq, digər hər hansı bir avtomobil. Avtomobilsiz bizim lotereyamız olmayacaq. Bax, bunu diqqətinizə, nəzərinizə çatdırmaq istəyirəm ki, diqqətli olaq. Hər dəfə lotereya oyunu keçiriləcəksə, mütləq
avtomobil olacaq. Mütləq avtomobil olacaq və bu loteriyanın sayı hesabı olmayacaqdır. Növbəti keçiriləcək loteriyalarda haqqında sizə məlumat verəcəm və onu da söyləmək istəyirəm ki, bütün bunları danışdıqlarımızı almağa imkanınız yoxdursa, narahat olmağa heç bir əsas yoxdur. Tək şəxsiyyət vəsiqəsi ilə yerində kredit də mövcuddur və onu da qeyd eləmək istəyirəm ki, bir kart, taksit kart da keçərlidir ki, MRT İnşaata yaxınlaşırsınız, alış-veriş edirsiniz. Bura MRT İnşaatdır. Biz çalışırıq ki, mənzilinizi sizinlə bərabər tikək.